Və baxırıq 40-cı suala. Şərtimiz belədir. Hidrogen və oksigen qazlar qarışığı partladıqda hidrogenin həcmcə 50%, oksigenin isə hamısı reaksiyaya daxil olmuşdur. İlkin qarışıqda hidrogenin həcm payını hesablayın. Reaksiya 2-nin 1-ə nisbətində baş verir. Yəni 2 mol hidrogen qazı 1 mol oksigen qazı ilə reaksiyaya daxil olur ki, bu reaksiya gürültayıcı qazda yüksək partlayışla baş verir və nəticədə 2 mol su molekulu əmələ gəlir. Biz başlanğıcda bilmirik nə qədər hidrogen və yaxud nə qədər oksigen götürmüşük. Özümüzdən qiymət də qoya bilərik, amma məhsulla da irəliləyə bilərik. Məsələn, 2K hidrogen, 1K oksigen reaksiyaya daxil olub və bu reaksiya tam baş verən hissəsidir. Bizə deyir ki, burada 50%-dir. Yəni 2K ümumi hidrogenin 50%-ni təşkil edir. 2K-mız 50%-dirsə, bəs 100%-imiz nə qədərdir? Mən onu bilmirəm. Onu tapsaq, x bərabər olur 4K-ya. Deməli, başlanğıcda ümumilikdə 4K hidrogenimiz var, 1K isə oksigenimiz var. Ümumi həcm, ümumi hissəsi, yəni K-ları toplasaq, 1K plus 4K bərabərdir 5K-ya. İndi biz omeqanı hesablaya bilərik. Omega bərabərdir 4K hidrogen bölünsün 5K, vurulsun 100%. Burada aparsaq, bu bərabərdir 5-ə geçsə 20, 80%. Cavabımız olacaq B bəndi.